Mercedes həvəskarları, bugün biz onun tarixində olan serialı 7 ən güclü avtomobilini araşdıracağıq. Sizi gözləyirik güc, texnologiya və ekstremal performans. Sıralama 7-ci yerdən başlayacaq və ən güclü liderə doğru gedəcəyik. 130 min dollara satılan 4 litrlik 503 at güclü və 8 bit turbolu mühərrikli 100'ə 3,8 saniyə çatan Mercedes-Benz AMG GTS. Bu Porsche 911'ə meydan oxumaq üçün yaradılmış bir şah əsəridir. 180 min dollar değeri olan 6,2 litrelik ve 8 mühərriklə təchiz olunmuş 583 at gücünə sahib və bu gücün sayəsində 0-dan 100 km cəmi 3,7 saniyəyə çatan SLR AMG GT. Uzun kapotu, agresif dizaynı və güclü V8 mühərriki ilə sürücüsünə təmiz adrenalin yaşadır. Salonda 480 min dollara satılan 5,4 litrelik V8 mühərrikli və 650 at gücü ilə təchiz edilmiş bu avtomobil 0-dan 100'ə cəmi 3,6 saniyə sürətlənir. Bu Mercedes-Benz SLR McLaren 722 Edition. Ən maraqlı fakt, adındakı 722 rəqəmi Stirling Moss'un 1955-ci ildə yarışında qələbə qazandığı start saatdır. 07:22. Cəmi 330 min dollar dəyəri olan 6,10